diplomatik xidmət haqqında qanuna dəyişikliklər sürətləndirilmiş qaydada müzakirə olunur. Dəyişikliklər Xarici İşlər Nazirliyi sistemində diplomatik akademiyanın yaradılmasını nəzərdə tutur. Qanun layihəsi ikinci oxunuşda Xarici Əlaqələr Komitəsinin iclasında müzakirə olunub və dəstəklənib. Layihənin müəllifi Xarici İşlər Nazirliyidir. Təşəbbüskarların açıqlamasına görə Xarici İşlər Nazirliyi sistemində ali təhsil müəssisəsinin yaradılması peşəkar diplomatların hazırlanmasına kömək edəcək. İstək göstərənlər milli imtahanlardan keçəcəklər və ilk mərhələdə 70 abituriyentin qəbul edilməsi planlaşdırılır. Dəyişikliklərə əsasən Gürcüstanın Xarici İşlər Nazirliyi vəzifəsi ali diplomatik vəzifə kimi müəyyən ediləcək. Qanun layihəsinin bugün parlamentdə təsdiqlənməsi planlaşdırılır. Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvili 26 may tarixində keçirilən etiraz aksiyasından tam razı qalmayıb. O sosial şəbəkədə yazıb ki, etiraz yürüyüşü məndə müəyyən natamamlıq hissi yaratdı. Əsas suala cavab verilmədi. Növbəti addımlar nə olacaq? İnqilabi zirehli maşının mühəndislərini axtarırıq. Saakashvilidən fərqli olaraq 9 siyasi qüvvədən ibarət birliyin liderlərinin böyük hissəsi aksiyanın miqyasından razıdır və Gürcüstan daha yaxşıdan layiqdir şüarı ilə yeni kampaniyaya başlayır. Kampaniya çərçivəsində vətəndaşlarla görüşlər və aksiyalar keçiriləcək. Alyansdan kənarda qalan müxalifət partiyaları isə hesab edir ki, etiraz aksiyası küçə siyasətinin perspektivsiz olduğunu açıq şəkildə göstərir. Hakim Gürcü Arzusu partiyası isə müxalifətin cəmiyyətdə kifayət qədər dəstəyə malik olmadığını vurğulayır. Müxalifət alyansının üzvləri Nika Gvaramiya, Zurab Japaridze və Giga Lemonceva ABŞ Dövlət Departamentinin nümayəndələri Charles Yok və Peter Andreoli ilə görüşüblər. Alyans üzvlərinin sözlərinə görə görüşdə Gürcüstandakı siyasi vəziyyət müzakirə olunub. Müxalifət liderləri bildiriblər ki, nümayəndə heyəti ilə ölkədəki iqtisadi vəziyyət və regiondakı maraqlar barədə danışıblar. Onların sözlərinə görə söhbət gələcək planlarına da toxunub. Xatırladaq ki, bu ABŞ Dövlət Departamentinin Tbilisiyə ikinci səfəridir. Nümayəndə heyəti mayın 24-də gəlib və mayın 29-na dək qalacaq. Onlar artıq baş nazir və nazirlər kabinetinin üzvləri ilə görüşlər keçiriblər. Avropa İttifaqının ali nümayəndəsi dolayı yolla medianın blokun bu mərhələdə Vladimir Putinlə xüsusi nümayəndə təyin etməməsi barədə yaydığı məlumatları təsdiqləyib. Onun sözlərinə görə müzakirələr yalnız Ukraynanı deyil, həm də Rusiyanın Dnestriyanı, Abxaziya və Cənubi Osetiyadakı hərbi mövcudluğunu əhatə etməlidir. Kallas bunu maksimalist yanaşma adlandırıb. ABŞ prezidenti Donald Trump sosial şəbəkədə yazıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini gücləndirir, zənginləşdirir və daha təhlükəsiz edir. Trump bildirib ki, Paşinyan Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və rifah barədə onun baxışlarını tam bölüşür. ABŞ prezidentinin sözlərinə görə yaxın zamanda ABŞ və Ermənistan birlikdə Trumpın beynəlxalq sülh və rifah marşrutunun əsasını qoyacaqlar. Onun iddiasına görə bu layihə Cənubi Qafqazı dəyişdirəcək və Amerika enerji şirkətlərini Mərkəzi Asiyadan birbaşa ABŞ-a çıxış imkanı yaradacaq. Trump əlavə edib ki, məhz buna görə Nikol Paşinyanın 7 iyun 2026-cı il seçkilərində onun tam dəstəyi var. ABŞ prezidenti Donald Trump bildirib ki, ölkələr İbrahim sazişinə qoşulmayacağı halda İranla razılaşmanın imzalanmasına əmin deyil. Bu saziş ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. Trump qeyd edib ki, Səudi Ərəbistan və Qətərin İbrahim sazişinə qoşulmasını qəti şəkildə tələb edir. Onun sözlərinə görə İranın zənginləşdirilmiş uran Rusiyaya və Çinə ötürülməsini nəzərdə tutan heç bir razılaşmanı qəbul etməyəcək. Eyni zamanda Trump bildirib ki, hazırki mərhələdə İrana qarşı sanksiyaların yumuşaldılması və ölkəyə dondurulmuş aktivlərin qaytarılması planlaşdırılmır. ABŞ prezidenti Donald Trump bildirib ki, Omanda digər ölkələr kimi davranmalıdır. Əks halda onu partlatmaq lazım olacaq. Trump bunu İran və Oman arasında Hörmüz boğazına birgə nəzarətlə bağlı mümkün razılaşma barədə suala cavab olaraq deyib. ABŞ prezidenti hesab edir ki, boğaz hamı üçün açıq olmalıdır və onun üzərində heç bir ölkənin nəzarəti olmamalıdır. Bununla yanaşı o qeyd edib ki, ABŞ Hörmüz boğazına nəzarət edəcək.
Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım etmək ithamı ilə müxtəlif vaxtlarda 3 nəfəri saxlayıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və müvəqqəti yaşadıkları evlərdə aparılan axtarış zamanı, həmçinin müxtəlif yerlərdən maddi sübut kimi külli miqdarda narkotik vasitə, o cümlədən mefedron və metadon aşkarlayıblar. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəisi Levan Xarabadze, Şida Kartli və Samçı Cavaxet regional idarələrinin əməkdaşları ilə işgüzar görüşlər keçirib. O, struktur bölmələrinin rəhbərlərindən maliyyə iqtisadi sahədə törədilən cinayətlərlə mübarizə və profilaktik tədbirlər barədə məlumat alıb və əməkdaşlara gördükləri işə görə təşəkkür edib. Levan Xarabadze bildirib ki, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması və struktur bölmələrinin infrastrukturunun yenilənməsi xidmət üçün prioritet istiqamətlərindəndir və bu sahədə işlər aktiv şəkildə davam etdiriləcək. Gürcüstanın Xarici İşlər Naziri ABŞ Dövlət Departamentinin nümayəndələri Charles Ziyok və Peter Androeli ilə görüşüb. Görüşdə iki tərəfli münasibətlər və əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusi diqqət Orta Dəhliz layihəsinə, həmçinin Gürcüstanın regional bağlantı və nəqliyyat hubı kimi roluna yönəldilib. Hər iki tərəf iki tərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində işi davam etdirməkdə qətiyyətli olduqlarını bildirib.